Özümü atıram və dərk edirdim ki, mən özlərimə böyük məsuliyyət götürürəm. Mən də insanım, başa düşün. Mənim də evladım var. Özünü oda atır. Bəli, özünü oda atırdı ki, hakimiyyətə qaçsın bu millətdən, bu xalqdan intiqam almaq üçün. Türkü dilində hakimiyyətə gəlirdi. Səhərdən axşam, indi bunun lentlərinə qulaq asıram, inanın dəhşətə gəlirəm mən. Və cəmaatın boynuna çox böyük minnət qoyur. Ölmüş deyə yadınızdadırsa 90-cı illərdə bir dəri bir sümük almışdı və bir qapqarada qaralmışdı, bilmirdi neynəsin. Baxın. Sonra Naxçıvana getdi, cəmaat Naxçıvan xalqı bunu qolları üstünə qaldırıb, başı üstünə qaldırandan sonra dirildi. Artıq Azərbaycana gələndə yadınızda. Mənim də nəvəm var. Mənim də şəxsi həyatım var. Görürsünüz də, böyük nəvələr çalıb çapırlar bu ölkəni. Bax, budur məsələ. Və nə qədər ki Azərbaycanda Heydər Əliyev var, Azərbaycanın müstəqilliyi də var. Amma Heydər Əliyev də çox olacaq, deyil mi? Bax, bütün deyək ki, bu deyilənlərin hamısının arxasında gizlənən bax budur. Bax, Heydər Əliyev də çox olacaq, mən sizin ananızı ağladıb sizin dizinizi yerə gətirəcəm. Bu həmən bu o deməkdir və indi görün İlham Əliyev. Prezident vəzifəsi nə olduğunu yəni yaxından bilirdim, görürdüm, atamın yanındaydım. Bilirdim ki, bu çox ağır, həddindən artıq. Yəni çox ağırdır səhərdən axşama kimi yemək, içmək, yəni deyək ki, çolpalar, o çolpa qonaqlığı deyirdik. Elçin o hansı kanalın TV'si idi. Deyirdi ki, bizdə bir kişi var adında yazır, deyir, çolpa qonaqlığı verirdi və səhərdən axşama kimi bazlıqla, artistlərlə, filanla zaddan, yəni ona görə deyir ha. Özü də bugün səhərdən axşama kimi deyir ki, mən deyir, yeganə adamam ki, həmən bu dələduz deyir. Mənim deyir, istirahət günüm yoxdur. Yəni, güya ki, belə şeylik, yəni mən hər gün işləyirəm. Halbuki, bu prezident kimi iş görmür ki. Bu sadəcə olaraq axmaq avar adamdır, səhərdən axşama kimi maşını minib Qarabağda, boş yerlərdə özü də görməmiş kimi də təbii məsələdir ki, indi bu prezidentdir. Cavanlığında da deyək ki, Moskvada o anda banda maşını da sürməyib, indi görməmiş kimi maşına minib arvadı da oturdub böyründə bunu çəkir, ağlına da gələni danışır və kişi, bunun prezidentliyi işi bundan ibarətdir, başqa bir şey yoxdur və deyir ki, mənim istirahət günüm yoxdur və onu deyir, baxın. Ağır, məsuliyyətli işdir. Bu tam başqa bir həyatdır. Bəli, tam başqa bir həyatdır. Yəni, dünən sən dəral verirdin, gedirdin Türkiyədən çamadanla mal gətirirdin, yolda ilişirdilər, o an ban eləyirdilər. Amma indi vecimə döyüş. Sökürsən, talayırsan, dağıdırsan Azərbaycanı, nəvələrin bir tərəfdən, deyək ki, uşaqların bir tərəfdən, hər bir tərəfdən çalır çapır Azərbaycanı, sən də Azərbaycan xalqına maral oxuyursan. Yəni, prezident vəzifəsində olan insan, əgər o doğrudan da xalqın qayğıları ilə yaşayırsa, dövlətin qayğıları ilə yaşayırsa, o adamın artıq yəni, gecəsi gündüzü olmur. Mən də bilirəm ki, arxamda Azərbaycan... Məlumdur, bu sürülmüş, köynəlmiş şeydi götürüb, oradan kəsib buraya yapışdırırlar ki, Azərbaycan xalqı bunun arxasındadır, bu Azərbaycan xalqının arxasındadır. Sadəcə olaraq biabırçılıq. İlham Əliyevin ümumiyyətlə deyək ki, açıq, aydın, yəni bugün Avropiyada, Amerikada deməz ki, gəlin sizə nə istəyirsiniz verim. Yəni, iqtisadiyyatla bağlı, deyək ki, ehtiyatlardan bağlı, neft, qaz, nə bilim, nə istəyirsiniz, özü də ucuz qiymətə, amma sizə dəxil yoxdur. Mən Azərbaycanda nə istəyirəm, onu eləyirəm. Mənə dəymə, onda sən özündə yaşayacaqsın. Mən də səni yaşadım. Yəni, İlham Əliyev konkret, açıq deyir ki, Azərbaycan mənimdir, Azərbaycanın daxilindir və haqlı olaraq da ətrafda olan dövlətlər bir şey demir. Ona görə ki, bir insan, bir deyək ki, bir xalq azad olmağını istəyərsə, çıxarsa meydana, kömək istəyərsə, ona kömək eləmək olar. Yoxsa sən yatmış şey kimi özünü yuxarığa vur və hərdən bir də başını qaldır denənə, bunlardan canımızı nə vaxt qutaracaq, belə şeylə mümkün deyil. Və təbii məsələdir, bugün də Azərbaycanda təbii məsələdir ki,
Yani hər hansı bir siyasətlə və neyləsə məşğul olmaq mümkün deyil. Sadəcə olaraq biraz hövsələli, biraz təmkinli, sadəcə olaraq dözmək və bir balaca deyək ki, yığışmaq lazımdır bir yerə. Ki, sadəcə olaraq heç olmasa deyək ki, bu kanallarda, bu deyək ki, siyasi söhbətlərdə fəal iştirak etmək ki, insanlar, ən azından insanlar bilsinlər ki, kim hardadır. Və ondan sonra təbii məsələdir ki, ondan sonra biz həmən o inqilab barədə düşünə bilərik dostlar. İnanın mənə. Yəni bu İlham Əliyevin və onun bandasının bu ölkədən sadəcə olaraq bu Azərbaycanın deyək ki, sərvətindən əl götürüb getmək məsələsi yuxu məsələsidir. Bu heç ağlınıza da yerləşdirməyin. Biz bəlkə də ömrümüzün axırına kimi, yəni bizim balalar da filan da gələcəkdə həmən bu səhifəni açanda bu tərtər məsələsini görəndə istər-istəməz bizim üzümüzə tüpürəcəklər. Ona görə ki, məhz bu şərəfsiz İlham Əliyev bizə və özünə bu boyda böhtan attı. Tarixi böhtan. Və bu tarixdə yazılır, sən istəsən də, istəməsən də deyək ki, 100 ildən sonra heç bunu sübut eləməyə gərək yoxdur ki, bayağı tarixdə baxacaqlar ki, belə bir şey olur. Nətər ki, o vaxtı Sovetlərin vaxtında ümumiyyətlə deyək ki, Azərbaycan Demokratik Cümhuriyyətini ümumiyyətlə unutmaq istəyirdilər, xatırlatmaq istəmirdilər. Baxın, bir balaca ara qarışan kimi Cumhuriyyət də gəldi, onun liderlərdi. Həmən o bizim o tərtərdə İlham Əliyev və bu hökumət kimi, deyək ki, Xanlar Vəliyev kimi, nə bilim, deyək ki, Nəcməddin Sadıqov kimi şərəfsiz, binamuz adamlar, özdə evlərində qızları, arvadları, uşaqları olan, nəvələri, nəticələri olan şərəfsizlər özlərinə və bizə belə bir böhtan atıblar. Böyük bir xalqı belə ləkələməyə çalışırlar. Və təbii ki, 100 ildən sonra bəzən bizi yeri gələndə qınamaq üçün bunu bizim üzümüzə vuracaqlar. İstəsək də, istəməsək də.